Reflün diaqnozunun qoyulmanın müxtəlif yolları var gastroenterologiyada. Ən basit qoyulan, çox istifadə olunan kontrastlı rentgen verməkdir. Amma bu reflü xəstəliyi üçün ciddi bir sonuc verməz. Yəni dəqiqləşdirə bilmirik. Sadəcə qusmanın digər səbəblərini inkar etmək üçün istifadə olunur. Mədə-bağırsaq sisteminin anomaliyaları olur, klapanın bağlanmaması olur və ya hər hansı bir darlıq olur, onu görmək və ya inkar etmək üçün. İkincisi endoskopiya, gastroskopiya yöntəmidir. Bununla reflü xəstəliyinə tam diaqnozu təəssüf ki, qoya bilmirik. Sadəcə endoskopiya eləyəndə reflünün dolayı əlamətlərini görə bilirik. Məsələn, yemək borusunun alt ucunda qızarıqlıqların olması, yaranın olması, mədədə çox miqdarda ödü, qarışıqlı mayenin olması dolayı yolla bizdə burada reflü var dedirdir. Amma elə reflülər var ki, orada bir dəyişiklik görməyə bilərik. Bu yöntəmlər digər bizdə də çox, Bakıda da, Azərbaycanda da çox istifadə olunmayan uşaqlar arasında deyirəm, amma qonşu ölkələrdə, məsələn Türkiyədə olan və dünyada da geniş istifadə olunan iki yöntəm var. Biri pH-metriyadır. Artıq o da çox qəbul olunan bir yöntəm deyil. 24 saatlıq bir zond salınır uşağın mədəsinə və orada ölçüm işləri olur. Bir də çox kanallı impedans deyilən və dünyada qızıl standart olan yöntəmdə reflüyə dəqiq diaqnoz qoyulur. Niyə görə belə pH-metri ilə və ya endoskopiya ilə qoymaq olmaz? Endoskopiya ilə sən elədiyin anda orada heç bir şey görməyə bilərsən və ya reflünün yaratdığı ağırlaşmaları görə bilirsən. pH-metriyada da ancaq mədə turşuluğunu ölçə bilir. Amma reflünün yarıdan çox hissəsi qələvi reflü dediyimiz reflüdür, o pH-metri onu göstərə bilmir. Çox kanallı impedans bu da bir zond şəklində olan bir cihazdır. Çox sayda kanalları var, ölçümləri eləyir, ağız boşuna salınır, 24 saat mədədə saxlanılır və orada reflü varsa müxtəlif göstəriciləri var. Məsələn, reflü indeksi deyilən bir indeksi var. O reflü indeksi, məsələn, bəlli bir rəqəmin üstündə isə bu uşaqda reflü var, amma turşu reflüdür, qələvi reflüdür, hamısını çox detallı göstərir.